Müğənni Aygül Səfərova şəxsi həyatından danışıb. O, dünyasını dəyişən bacısı barədə sualı cavablayıb. Ailədə 4 bacı olduğunu deyən sənətçi doğma bacısının 29 yaşında vəfat etdiyini açıqlayıb. Kövrək anlar yaşayan Səfərova bunları deyib. Uşaqlıqdan xəstə idi, 13 il öncə dünyasını dəyişib. Evin ilk uşağı olub, atamın yaxşı imkanı var idi. Həkimlər ona demişdi ki, bacım yaşamayacaq, boşuna əziyyət çəkməyin. Bununla razılaşmadı, maşını, evi satdı. Onu müalicə üçün hər yerə apardı. Xərcləri qarşılamaq üçün hər işə gedirdi. Əqli cəhətdən biraz zəifliyi vardı. Yaşına görə çəkisi az idi. 16 yaşına qədər anam ona uşaq kimi baxıb. Onun dünyasını dəyişməsi ağlımıza gəlməzdi. Həmin vaxt mən də uşaq idim, 15 yaşım var idi. Gəncəyə getmişdik, qohumlar, hamımız bir yerə yığılıb, o qədər güldük, əyləndik ki, dedik nəsə çıxacaq. Necə yolu qayıtdıq bilmədim. Mənə nə olduğunu deməmişdilər. Evə çatanda ilk anamı axtardı gözüm. Yenə bacım ağlıma gəlmədi.